Səhərə çəkdiyim videoya görə eləyirəm. Əsəbləşmişdim şirkət nümayəndələrinə görə Türkiyə eləmək ki, məni çox incitmişlər. Onun üçün də, amma indi müraciətə prezident səlahiyyətli nümayəndələrinə eləmişəm. Müraciət elədim, gəldilər, tapşırığını da verdilər və səhərə mənim bu işlərimin hamısını yerinə yetirəcəklər. Heç bir problem yoxdur. Onlara görə də mən əsəbləşmişdim deyin, onun üçün də mən prezidentimizə də, onun ölkəmizə də mən özləri təşəkkürümü bildirirəm ki, elədi. Amma çox da güman ki, eləyərsiniz. Deyirsiniz ki, güya ki, bunu kimsə təzyiq edir. Mən 67 yaşım var, heç kimin nə təzyiqinə baxıram, nə bir şey eləyirəm. Gəl bəri. Deyək ya, buralarda önce başlarına gəlib eləyəcəklər. Səhərdən nə, xüsusi nümayəndəlik tapşırıb, öz göstərişimi verdi, gəldilər, sağ olsunlar. Həmən şirkətə də, şirkətin nümayəndələrini də çağırdılar bura, başladılar mənim işlərimi eləməyə, yerinə yetirməyə. Mən heç kimdən də nə şikayətim var, nə bir şeyim var, heç birindən də, heç kimdə eləməyib. İntihası heç o başqa o video şeylər var ya, media qurumlar. Onlar yalandan özlərindən haqqa çağırtmasınlar. Mən öz əsəfləşdiyimə görə də bu işi görmüşdüm. İndi gördüyümə də heç peşman oldum ki, mən